Salam, xoş gördük hər birinizi. Bu gün panteizm haqqında danışmaq istəyirəm. Panteizm, əgər biz bu terminin etimologiyasına baxarıqsa, iki sözün birləşməsindən ibarətdir. Yunanca pan, bu hər şey anlamını verir. Theos isə tərcümədə tanrı deməkdir. Başqa sözlə biz panteizm deyəndə Tanrının hər şeydə təcəssüm tapmasını nəzərdə tutmuş oluruq. Yəni hər şey Tanrıdır, Tanrı hər şeydir. Yəni bu bir növ Tanrının, əgər fərqli kontekstdə analiz edəriksə, kainatın sərhədləri daxilində fəaliyyət göstərməsi anlamına da gələ bilər. Yəni bir qədər də fərqli rakursdan baxarıqsa, deməli Tanrı sistemin fövqündə deyildir. Yəni maddi sistemin fövqündə deyildir. Əksinə maddi sistemin tərkibindədir, maddi sistemin daxilindədir və yaxud maddi sistemin özü Tanrının təzahüründən başqa bir şey deyildir. Və bu panteizm termini bu 16-17-ci əsrlərdə, daha doğrusu 17-ci əsrin sonu, 18-ci əsrin əvvəllərində işlədilsə də, biz fəlsəfə tarixində müxtəlif teoloji və ya fəlsəfi teoloji cərəyanları panteistik aspektdən analiz edə bilərik. Məsələn, bizim Azərbaycan fəlsəfə tarixindən yaxşı tanıdığımız, yəni haqqında məlumatlı olduğumuz hierofizm 14-15-ci əsrlər cərəyanı olan hierofizmdə məhz panteistik bir sistem olaraq qiymətləndirilə bilər. Və hierofizmin məşhur nümayəndələrindən biri, yəni İmaməddin Nəsimi məhz panteistik dünya görüşünü paylaşan, yəni filosof və şair kimi qiymətləndirilə bilər. Və panteizm bu adətən ortodoksal dini dünya görüş tərəfindən qəbul edilməmişdir. Yəni bir çox hallarda hətta təqib edilmişdir. Yəni rəsmi xristianlıq və ya rəsmi İslam doktrinaları bir çox hallarda panteizm dünya görüşünü paylaşan insanları təqib etmişdir. Və biz bunu məsələn hierofizmin tarixindən və ya İmaməddin Nəsiminin taleyindən də yaxşı müşahidə edə bilərik. Amma əsas suallardan biri bundan ibarətdir ki, hansı səbəbdən panteizm ortodoksal din tərəfindən təqib edilmişdir? Yəni bunun arxasında olan əsas səbəb nə ola bilər? Təbii bunu biz müxtəlif rakurslarda izah edə bilərik. Bunun bir siyasi, ola bilsin ideoloji tərəfləri də mövcud olmuşdur. Yəni biz bu aspektlərə toxunmaq istəmirik. Amma bir fəlsəfi kontekstdə panteizmin ortodoksal dini doktrinalardan əsas fərqi Tanrının necə təsəvvür edilməsidir. Yəni qeyd etdiyimiz kimi panteizmə görə Tanrı sistemin daxilindədir. Maddi sistemin, yəni kainatın özü Tanrının təzahüründən başqa bir şey deyil. Yəni bu aspektdən biz yanaşarıqsa, Tanrı immanent xüsusiyyətlərə malik olan bir varlıq kimi təsəvvür edilir. Amma ortodoksal dini doktrinalarda Tanrı sistemin fövqündədir. Yəni əgər belə demək mümkündürsə, meta sistemdədir və Tanrı buna görə, yəni ortodoksal dini doktrinalarda transcendent bir varlıq kimi qiymətləndirilir. İndi sual bundan ibarətdir. Yəni biz Tanrını immanent yoxsa transcendent kimi təsəvvür etməyimizin və qəbul etməyimizin fəlsəfi nəticələri nə ola bilər? Əgər biz Tanrını immanent kimi qəbul ediriksə, yəni sistemin daxilində fəaliyyət göstərən, sistemin daxilində təzahür edən bir varlıq kimi təsəvvür ediriksə,
Onda prinsip etibarilə Tanrının individual insan tərəfindən dərk edilməsi və ya öyrənilməsi mümkündür. Yəni hər bir insan əqli, zəkası buna qadir ola bilər. Yəni biz rasional şəkildən sistemin qiymətləndirilməsinə başlayarıqsa, sistemi öyrənməyə başlayarıqsa, bu son nəticədə həm də Tanrının öyrənilməsi, Tanrının dərk edilməsi deməkdir. Bir halda ki, Tanrı hər şeydir, yəni sistemin özüdür, deməli hər şeyin və ya sistemin öyrənilməsi elə Tanrının özünün də öyrənilməsi ilə eyniyyət təşkil edir. Və ya biz sistem daxilində Tanrının öyrənilməsinin əql vasitəsilə mümkün olmadığını qeyd edə bilərik. Məsələn, hierofizmdə daha çox mistisizm elementləri diqqəti cəlb edir. Yəni burada Tanrının əql, zəka vasitəsilə dərk edilməsi ön planda deyildir. Amma burada da yəni biz hətta irrasional şəkildə və ya mistik təcrübə vasitəsilə də əgər sistemi öyrənə biləriksə, sistemə dair təcrübə qazana biləriksə, bu son nəticədə elə Tanrının öyrənilməsi, Tanrının mövcudluğuna dair təcrübənin qazanılması deməkdir. Amma əgər biz ortodoksal doktrinalarda olduğu kimi Tanrını transcendent hesab edəriksə, yəni sistemin öyrənilməsi və ya sistemə dair müəyyən bir təcrübənin əldə edilməsi vasitəsilə Tanrının da öyrənilməsini mümkün hesab edə bilmərik. Çünki Tanrı sistemdən kənardadır, sistemin fövqündədir. Əgər belə demək mümkündürsə, metasistemdədir. Deməli, sistemin öyrənilməsi vasitəsilə metasistemin tam şəkildə öyrənilməsi mümkün deyildir. Yəni, məntiqi cəhətdən bu mümkün deyildir. Əgər belədirsə, deməli, burada individual bir insanın zəkasının və ya mistik təcrübəsinin Tanrının öyrənilməsi üçün, Tanrının dərk edilməsi üçün kifayət etmədiyinə biz məntiqi sübut, məntiqi arqument gətirə bilərik. Belə halda artıq bizim ortodoksal dindən yaxşı bildiyimiz vəh anlayışı meydana çıxmış olur. Yəni bir halda ki, Tanrı metasistemdədir və sistemin özünün öyrənilməsi vasitəsilə dərk edilə bilməz, onun varlığına dair təcrübə qazanıla bilməz. Deməli, metasistemdən vəh yolu ilə hər hansı bir informasiya və ya bilik, əlbəttə ki, bu ilahi mənşəli bir bilikdir, sistemə ötürülməlidir. Deməli, məhz bu vəhin olmasını zəruri edən, yəni son nəticədə bizim Tanrını transcendent təsəvvür etməyimiz zərurətindən doğmuş olur. Və təbii ki, həmin vəh özlüyündə digər bir anlayışında olmasını tələb edir. Bu, peyğəmbər anlayışının olmasıdır. Yəni, peyğəmbərlik institutunun formalaşmasıdır. Yəni, metasistemdən vəh təbii ki, hər bir insana ötürülə bilməz. Bu, xüsusi seçilmiş insanlara ötürülür. Bu, peyğəmbərlərdir. Yəni, peyğəmbərlik institutunun cəmiyyətdə bərqərar olmasını tələb edən, zəruri edən əsas prinsiplərdən biridir. Yəni bütün bu dediklərimizi biz ümumiləşdirsək, yəni panteizmdə immanentlik, yəni Tanrının sistemin daxilində fəaliyyət göstərən, sistemin özü ilə eyniyyət təşkil edən bir varlıq kimi təsəvvür edilməsi, son nəticədə, yəni ortodoksal dində ayrılmaz bir elementlər kimi diqqəti cəlb edən vəh və peyğəmbərlik institutunun şübhə altına alınması ilə nəticələnə bilər. Yəni potensial cəhətdən bu imkanları təyin etmək mümkündür və ola bilsin ki, yəni məhz ortodoksal dini doktrinalar tərəfindən panteizmin təqib edilməsinin əsas səbəblərindən biri məhz həmin peyğəmbərlik institutunun nüfuzunun qorunub saxlanılması və dində vacib olan, yəni vəh anlayışının, vəh doktrinasının etibarlılığının qorunub saxlanması ilə bağlıdır. Yəni bu günə müzakirə etmək istədiklərim bu qədər.
Yəni əslində panteizm, yəni maraqlı bir mövzudur. Yəni müxtəlif aspektlərdən biz onu müzakirə edə bilərik. Yəni bu günləri biz sadəcə olaraq onun Tanrının immanent yoxsa transcendent olması kontekstində izahına diqqət ayırmaq istədik. Diqqətinizə görə minnətdaram. Suallarınız olarsa ünvanlaya bilərsiniz. Hələlik.